Sözü veririk dostlar, Fərəbizmə xahiş edirəm. Hamı yorulur, diqqət cəmləyək və bizim Moşu yarlığını əbədiləşdirən Valih Kərimova. Həqiqətən. Mən biraz kinoya uzaq adamam da. Bunu mən həmişə hər yerdə deyirəm. Çünki kinodan danışmağa mənim o qədər ixtiyarım çatmır. Burada kino işçiləri kinoda doğulub, kinoda yaşayıb, kinoda gedənlər Allah rəhmət eləsin. Yəni mən bir dənə rol oynamışam, indi durum kinodan danışım, bu düz gəlmir. Teatrdan olsa danışaram, 2 saatda danışaram. Amma kino, rəhmətlisə mən də demişim, qəliz həm də vacibdir. Yəni bu uşaqlığımızdan hamımız kinoya baxmışıq da, kinolarla. Mən Ənvərdən neçə yaş böyüyəm. Amma 2 aktyor var kino sahəsində, onlar mənim üçün həmişə elə bilirəm ki, bunlar məndən qat-qat böyükdülər. İkisi də məndən kiçik idi. Ənvər lap kiçik, bir də rəhmətli Ceyhun Mirzəyev. Bu uşaqkən bunlar filmdə çəkiliblər və elə çəkiliblər ki, indiki dövrdə professional artistlərin çəkildiyi dərəcədə, oynadığı dərəcədə Ənvər o obrazı yaradıb. Mən deyirəm, bayaq da o fraqmenta baxıram, görürəm, deyirəm, bu nə qədər təbii, bunu nə qədər... Axı, hər şeyi rejissor örgədə bilməz, hə, Əbdülməllim? Hər adım bezər də bu rejissor, deyirsən, bura bax, indi bu necə baxırsa, o da var da. İndi bunu saxlasın 10 dəfə deyirsən, abala, baxanda bir belə də, belə, bezir də. Amma Ənvər elə bayaq bir, o qızların dalıca baxan yeri var deyək. Bu kino deyə bir dənə gözün tərpətməyi bəsdir. Deyirəm, o yaşda uşaq, bağışla da o uşaq, 17 yaş nədir, 17, bizim heç 37 yaşında artistlərimiz valla. Deyirəm də, bizim kino sənətimiz əvvəldən elə qurulub ki, elə bir növrə qoyulub ki, bax bu cür aktyorlar, sənətkarlar yetişiblər. İndi kinomuz elə qurulur ki, kim yetişəcək mən bilmirəm. Vallahi. Ənvər, can sağlığı arzu edirəm sənə. Bəli, buyur. Ben deməliyəm ki, son vaxtda mən çox görüşlərdə oluram, zalda olan adamların 100% hücum eləyib bizə, o da kinolarda çəkilir. Hay sağ ol. Mən insanları burada sana bilmirəm. Xüsusi productionlardır. Onlara bizim də səlahiyyətimiz var və ixtiyardır və gücümüz çəkir. Və ona görə də xahiş edən hər kəsə bir peşəkar kinona o productionları, xüsusi kino studiyaları bir-birinə qarışdırmasın. O filmləri siz çəksəydiniz. Vali çox gözəl bilgilərə təşəkkür edirəm. Bu çox mühüm məsələ. Çünki böyük bir mədəniyyət yaranan, böyük kino studiya, böyük ustalar bugün o göz fəaliyyəti içində küfat olunmaq və Ruslar demişlər, Uravdillah da yaranır. O biraz Nidat Müslümanlar. Sağ olun. Çox sağ olun. Ənvər, sənə can sağlığı arzu edirəm. Ailə üzvlərinə can sağlığı arzu edirəm. Sən özü biraz da qoca kimi aparma. O insan, mən Ənvərdən neçə yaş, mənim 80 oldu. Hə, amma sağ olun. Burada gedirəm Mingəçevir teatrında işləyirəm. Həftədə 2 dəfə ora gedirəm, bura qayıdıram. Özdə avtobuslarını. Yaxşı eləyirsən, tapa bilməyəcək əzrəsən. Elə Əbdül, o günləri mənim Mingəçevirdə yubileyimi keçirdirdilər. Natiq, balaca Natiq yoxdur, Fərzəli. O bir aktyorla çıxmışdı, mənə təbrik eləyirdi. Belə bir formada. Rejissor dedi ki, biraz zəif sizə, biraz danışırdı. Dedim, bura gəl. Orada denən ki, Əzrailəm mən bunu axtarırdım. Bu pandemiya vaxtında da bilmədim hara getdi. Mən onda Ağdaşda yatırdım pandemiyadan. Dedim, onu denən ki, qaçdı hansı balinsada gizləndirsə tapanmadım, yoxsa aparmışdı. Bilsən deyiş belə olub, bizim dədə babalarımız bir dənə misalı vardı. Deyirdi, iş can cövhəri. Bəli. 70-də ki, çıxdım işdən, ömür boyu hərəkət edən, obyektləri gəzən, səhərlərdən quruluşlara, at minən, nə bilim, dağları gəzən, gəlib oturmuşam indi evdə. Düzdür. Ona görə bayaq dedi, Əbdülməllim yaxşı dedi, bağda çox ol, hərəkətdə çox ol, qonaq get, dur. Şəhər nə var bu Bakıda? Valla çıx rayonlara gör, adamı yaşadır. Hərdən Mingəçevirə gəl.
Gəl, Kürün qırağında qəşəng gəzək 1-2 saat, 3 saat. Təzə, orada da onlar hamısı balıq azarkeşidir. Mən də, bəli. Orada böyle dostumuz var, bizi çağırır oraya inşallah ben de götürüp geleceğim. Ay sağ olun, gəlin, gəlin. Mən qəribə baxacaqsınız, deyəcəksiniz, bu dəlidir, gicdir, axmaq. 20 il, 30 il balıq yeməsəm, yadıma düşən şeydir. Yəni, hə, mən balıq elə azar... Orada ağızlarını açırlar, balıqdan danışırlar. Ağzı, Şamayka belə gəldi, nə bilim, Belamur deyirlər, nə deyir, ondan belə getdi. Bax, belə. Amma gələn qonağa hər şey tapılır. Ənvər, sənə can sağlığı. Bəli. Valih bəyə sual var. Axtarıram, qağa. Sağ ol. Sağ ol. Evet, sağ ol. Minnətdaram ki, Sağ ol, gəlmişsən. sağ ol. Çox sağ ol. Vasif, çox sağ ol mənə dəvət eləmişsən. Minnətdaram. Vasif həm də mənim qonşumdur. Bəli, bəli. Valih mənim 2 filmi var. Moş obrazı, komediya, Möhürün vurub və Pəncərə filmində də yəqin görmüsünüz. Uşağını aparıb qoyur, yetimlər evinə. Ənvər, rəhmət deyəsən. Bəli, Ənvər Əluzman. Və orada da hamı Valih müəllimə nifrət edir. O mənfi aktör, yəni çox gözəl aktör. Nifrət eləməli adam eləyərlər. Sağ ol, sağ ol. Nəcibə xanım və Gülzar xanım, xahiş edirəm.